Mənim nəvəm iki qardaş idilər. İkisi də hərbidə idi. Biri belə gəldi, şəhid oldu, nişanlıydı. Gəldi, şəhid oldu. Vətən sağ olsun. Ne kadar kalmıştı? 9 gün. 9 gün qalmışdı qurtarmağına. Qar uçqun olmuşdu. Rəhmətə getdi. Aynen 5'i posta yere düşmeliydi. Aynen 7'si Rüstem dedim ama bayramdı. Bayram payı kaldırmaya gidirik. Dedim Rüstem yollar buzdu. Dedim getirip bayram payı getirmeye. Uşağım yere düştü saat 8'de uşağımla danıştım. Uşağımdan haber yoktu. Bayram 4 gün gitti Medirik kuyunun derinliğine düşüp. Bayramın yüreği donu verir. Bayram keşküllerden öyleydi. Gədəbə rayonunda qar uçqunu nəticəsində həlak olmuş Azərbaycan hərbi qulluqçusu dəfn edilib. 15 avqust 2025-ci il təvəllüdlü Rüstəm Rustanoğlu Həmidov vida mərasimindən sonra Bərdə rayon Güloğlar kənd məzarlığında torpağa tapşırılıb. Qeyd edək ki, Rüstəm Rustanoğlu Həmidov nişanlı olub. Təxris olunmasına 10 gün qalmış hərbi xidmət yoldaşı İmanov Əli Tariyeloğlu ilə birlikdə qar uçqunu nəticəsində dünyasını dəyişib. Vüsal Rafiqoğlu, Rauf Qarabağlı, Aran TV, Bərdə.